İmtahandan bir saat yarım keçib, mənə yazırlar ki, video çəkəcəksən ya yox, imtahan haqqında fikirlər bildir, yəni birinci zonayla ikinci zona müqayisəsi haqqında video fikir bildirmək. Mən fikrimi bildirirəm, tam subyektiv əlim vicdanımda mən birinci zona imtahan verən, ikinci zona imtahan verən şagirdlərdə, yəni izləyəcək bu videonu valideynlər də izləyəcək, müəllimlər də izləyəcək. Kim məndən əgər razılaşırsa, zəhmət olmasa rəyləri bildirsin. Hal-hazırda deməli PDF-i açıram özümdən. Hazırda PDF qabağımdadır. Bir-bir suallar haqqında fikrimi bildirirəm. Yəni dinləmə haqqında bir söz deyə bilmərəm. Yəqin çünki dinləməmişəm, bilmirəm. İngilis dili qrammatik suallarına baxdım. Bizim suallarla eynidir. Yəni bizdə də asan idi. İkinci zonada da asandı. İngilis dili qrammatika suallarından heç bir problem yoxdur. İngilis dili mətn sualları da paşti eynidir. Burada şeydir, definition sualı və sinonim sualı məncə bizimkidən daha asan idi. Yəni belə, ingilis dili əslində yəni demək olar eynidir. İngilis dilinə yəni işimiz yoxdur, həqiqətən də yoxdur. Gəldim Azərbaycan dili qrammatika suallarına. Azərbaycan dili qrammatika sualları yenə də demək olar paşti eynidir. Bizdən çətinlik səviyyəsinə görə deyirəm birinci zona ilə. Amma bir balaca elə bir 10%, 15% daha asandır qrammatika sualları. Çünki baxırsan burada olan sadə suallar daha çoxdur. Bizdə daha da qarışıqdır. 6 dənə söz birləşməsi sualı vardı bizdə. Həm cins üzv falan, yəni ən qəliz bölmələr vardı. Üstə gəlsin bizdə uşaqların əksər qisminin keçmədiyi vasitəsiz nitq var idi. Burada yenə də onu salmayıblar. Yenə də uşaqlar hazır idilər də o vasitəsiz nitq. Biz ona hazır deyildik. Məsələ budur. Paşti eynidir. Valla mətnləri oxumamışam deyə, çünki hələ bir saat keçib üstündən çox belə dərin fikir bildirə bilmərəm. Amma imtahandan çıxan uşaqlara zəng elədim, soruşdum, dedilər ki, özləri mənə etiraf etdilər ki, sizin o Dərbənd ətrafında mətnindən daha asan idi bu İntiqamalovu. Yəni paşti eynidir, vaxt aparandı. Yəni oxuyan uşaq yazar, öhdəsindən gələr. Amma zəif uşaq və orta səviyyə uşaq üçün imtahan yenə də çox qəlizdir. İkinci mətnin xalçaçılıq mətni yenə də paşti eyni dedilər. Çox belə fərq yoxdur. Gəldi riyaziyyata. Riyaziyyat sualları hamısı işlədim. Riyaziyyat sualları dürüst olsa əgər qapalı suallar bizim qapalı suallardan biraz çətindir. İndi biraz çətindir. Bunu da gəlin bölümsüzsün. Məsələn, bizdə olan qapalı suallar birinci zonada. Zəif uşaq da yazardı, ortada yazardı, güclü uşaq da yazardı. Çünki asan düşmüşdü. Bugün isə düşən qapalı sualın zəif uşaqlar artıq bir neçə sual yaza bilməz. Orta səviyyə uşaqlar. Çünki nisbətən daha qəliz suallar var, etiraf eləsə əgər. Əslində bir-bir gəlin gedim. Tutaq ki, birinci sual çoxluq sualıdır, açıq və çox asan sualdır. F3-ü istəyir, x-in yerinə 3 qoy, tap, kəsri ixtisar elə, çıxartkən orada nədir axı, 5A-nın vardı, çıx 4-ün vardı. Getdi 5A plus 4, 5A minus 4. Deməli, düzbucağın diaqonallarının sayı, suala bax, şifahi sual. Çox adilsin vuruqlara ayır, 12A çıxdı, promoy şifahi. 16 üstü 0,36 vur, 0,14 verir. 0.5, 0.5, 2'də 1, 16 üstü 2'də 1, 4 şifahi sualdır. Koordinat sualı asan sualdır. Permutasiya 4-dən 4-ə, 3-dən 3-ə, 4 faktorial üstü 3 faktorial asan sualdır, 7. Ehtimal sualı, əslində bizdəki ehtimal sualı paşda eyni səviyyə sualdır, gecəyə bunda keçək. Çox çətin deyil. Kombinezon 5-dən 2-yə və kombinezon 9-dan 2-yə. Deməli, trapesiya sahəsi hər şeyi verib. Kosinus alfa tangens beta 3 bucaq verib, şəklini verib. Kosinus bilin ki, deməli, bitçi katet və hipotenuz, tangens qarşı katet və bitçi katet. Asan sual getdi. Bu sual. Kosinus 20 bərabərdir A, sinus 10 ifadə eləyin. Bu sual bizim opşi qapalı suallardan daha qəliz sualdır. Etiraf edək. Kosinus 271 mənfi tangens mənfi 187 dərəcə. Tangens də mənfi funksiyadır. Mənfi getdi qabağa. 187 üçüncü rüb. Kosinus 271 dördüncü rüb. Vəssalam, sual qutardı. Deməli, qatar sualını heç oxumadım. Amma belə çox qəlizə oxşamır. Amma yenə də insaf yaxşı şeydir. Bizdənkindən daha çətindir. Loqaritmanın tənliyi sualı adi tənlik sualıdır. Loqaritma 2 əsasdan x-in yerinə bir dənə t qoyursunuz. Konkret sual gəlir. Kvadrat tənlik sualı, vəssalam. Bərabərliyin tam əllərin camı interval sualı asan. Deməli, prizmanın yan səthin sahəsi konkret düsturu asan. 78-ci sual loqaritma uzun sualı deyərsiniz elə belə. Gəlin şifahi deyimsəl. RG 100 edir 2. 2 üstə 7, 9. Kökdən 9 çıxdı 3. Loqaritma 3 əsasdan 3, 1. 2 vur 1, 1. 14 üstə 2, 16. Kökdən 16 çıxdı 4. Loqaritma 2 əsasdan 4, 2. Asan sualdır. İndi mən biraz şifahi deyirəm. Onlar üçün valideynlər başa düşmür. Amma oxuyan uşaqlar həqiqətən bilir. Yəni,
Paşda eyni səviyyədir, amma biraz daha çətindir. Qapalı suallar riyaziyyatda. Riyaziyyatın açıq sualları, birinci sual katet ətrafında fırlanma. Hamı bilir ki, deməli şeydir, nədir o? Konus alınır, asan sualdır. 80-cı sual çox asan sualdır. Təhlükələr sistemi. Uzun yazıb amma çox asan sualdır. Həqiqətən çox asan sualdır. Burada yəni 250-nin 4%-ni tapırsan eləyir 10. Hər satdığı su filtrinə görə 10 manat pul qazanır. Birində 1400 qazanıb. 1400-dən 1000 çıxdı, 400 böldün ona 40. Birində də 560-ı böldün ona 56. Çox asan sualdır. 56-dan 40 çıxırsan. 81 printer sualı. Bu da təhlükələr sistemi sualdır. 2 dənə təhlükələr sistemi sualı çıxdı. Düz deyil əslində. 82 çevrə sualıdır. Çevrənin də ən asan suallarından biridir. Yəni konkret AB-nin kvadratı bərabərdir AC vurulsun AD. Bunu da yazmaq olardı. 83-cü sualın eynisi toplu da var. Gəmi sualı, oxşarlıq sualıdır. ADC üçbucağı deməli YBC-yə oxşardır. Qutardı getdi. 84-cü sual vururuq, bərabər eləyirik. Asan sualdır. 85-ci sualda da ədədi silsilə sualıdır. Yəni açıq suallar riyaziyyatda bizdəkindən asandır. Bizdəkindən biraz asandır. İndi 2 qat asandır demək olmaz, biraz asandır. İndi nə var? 2 dənə söhbət var burada əslində, onu dəyərləndirmək lazımdır. Biz imtahana asan olacağını düşünüb getmişdik. Bu imtahana hazır olmayaraq getmişdik. Amma ikinci zona uşaqları artıq birinci zona gördülər ki, çətindir, çətin imtahana gedirlər. Yəni mənim söhbətim burada nədir? Biz ən asan sualı belə 2 dəfə oxuyurduq ki, qoy dəqiq olsun. Amma ikinci zona artıq onu fikirləşməməlidir. Mən zaten video çəkmişdim ki, vaxt gərək bölüşdürəsiz, elə bölüşdürəsiz. Yəni ikinci zona buna asandır. İndi bir tip uşaq da var ki, orta uşaqlar, onlar da fikirləşir ki, vay, ayın 9-u imtahan çətin düşdü, 15-i də çətin düşər, həyəcanlananlar, öz fikirlərini yayındıra bilməyənlər. Təbii ki, mən hal-hazırda imtahanda deyiləm. Yəni imtahan stresini də yaşamışam, bilirəm, tam yəni düzgün qiymətləndirməmək əlbəttə düzdür. Ona görə də belə, opşu vəziyyət belədir. Yəni qısaca, xülasə, onu bildirmək istəyirəm ki, ikinci zona imtahanı, birinci zona imtahanından nisbətən asan idi. Oxuyan uşaqlar artıq bu imtahana hazır idilər deyə, görmüşlər sual deyə fərq atacaqlar. Yəni bal düşümü ki biz gözləyirdik, çətin düşər, yəni eyni səviyyədə düşər, hamıda yenə də eyni vəziyyət olar. Bu imtahanda məsələn 100%-dən 300 bal yığan uşaqlar olacaq. Yəni gözlədiyimiz uşaqlardan da soruşduq, onlar da dedilər ki, yazmışıq. Yəni 280 falan yazılıb. Mən də şəxsən bu imtahana girsəydim, əgər yazardım. 280 yazardım ən azı. Belə çox fərqlənmir. İndi bu imtahana görə Dövlət İmtahan Mərkəzini günahlandırmaq olarmı? Bu imtahana görə olmaz. Çünki onlar dediklərini elədilər. Dedilər eyni səviyyə olacaq, paşda eyni səviyyədədir. Yenə də günahlandırsaq, əgər birinci imtahana görə günahlandıraq. Təbii ki, opşi illərə görə bu imtahan da çox çətindir. Amma 9 martdakı imtahana nisbətən asandır. Fikrim bu qədər idi. Burada kimi izləyicə təşəkkür edirəm. Bir də səhifəyə dəstək olaq. İndi nə eləmək lazımdır onu deyim. Heç nə, buraxılışları qutardı. Bir dənə ayın 19 olacaq. Ona indi kimi imtahan verəcəksə hazırlaşsın. Ayın 9 martın və 15 martın uşaqları sadəcə bloka hazırlaşsın. Vəssalam. Yəni bir dənə yaxşı söz var. Yesən də budur, yeməsən də budur. İmtahan vermişik. Ancaq gəlib bloka hazırlaşaq, başqa şans yoxdur. Təşəkkürlər.